Bu küçə Xanoğlan Bayramov küçəsidir. Bəli, bura Əmircandır. Sovet dövründə Bolşevik Fialetovun adına olan bu küçə 1999-cu ildən sosialist əməyi qəhrəmanı, neftçi Xanoğlan Bayramovun adını daşıyır. Xanoğlan Bayramovun ailəsi 1940-cı illərin sonlarında Əmircana köçmüş və bu küçədə yaşamışdı. Xanoğlan Bayramov 1949-cu ildə 97 nömrəli məktəbi bitirmişdi. Xalq arasında FZU deyilən fabrik-zavod şagirdliyi məktəbində elektrik qaynaqçı peşəsinə yiyələnərək bir müddət indiki Suraxanı neftdə işləmişdi. 1953-cü ildən isə neft daşlarında əmək fəaliyyətinə başlamışdı. 30 ildən çox bir dövrdə pillə-pillə ucalmış və Azərbaycanın neft tarixinə neft daşlarını tikən Xanoğlan kimi daxil olmuşdu. 1958-ci ildə hələ 25 yaşındaykən sosialist əməyi qəhrəmanı adına layiq görülmüşdü. Fəaliyyətinin müxtəlif illərində bir sıra tikinti quraşdırma idarələrində rəhbər vəzifələrdə çalışmışdı. 20 sentyabr 1999-cu il Neftçilər günündə vəfat etmişdi. Bu küçədə xalq arasında Molla Əmi kimi tanınan din xadimi Ağa Hüseyn Davudoğlu, Əmircanlı xan Allahverdi Qulamov, neftçi və 2-ci Dünya müharibəsi veteranı Əbdüləli Səfərov, 2-ci Dünya müharibəsində həlak olmuş Əkbər və Yunus Sultanov qardaşları, uzun illər Azneft sisteminin nəqliyyat idarələrində rəhbər vəzifələrdə çalışan Balağa Babayev və İskəndər Təhməzov, neft ustası Vəli Təhməzoğlu, əczaçı alim, Tibb Universitetinin dosenti Fərman Təhməzov və onun qardaşı, tarix müəllimi Əlibaba Təhməzov kimi insanlar bu küçədə yaşayıb və yaşayırlar. Daha geniş məlumat üçün Facebookda Əmircan və Əmircanlılar səhifəsini izləyə bilərsiniz. 120 Əmircanlı kitabını və Əmircan və Əmircanlılar kitabını əldə edib məlumat ala bilərsiniz.